Tamam. Birləpənlər və ikiləpənlər sinfi örtülü toxumlar şöbəsi. Sən mənə kök sistemləri haqqında məlumat ver. Birləpənlər, ikiləpənlərin. Bir ləpərlərin kök sistemi saçaqlı olur. Yalnız iki ləpərlərdə isə adətən bir kök sistemi olur. Aha, istisna hal kimdə idi? Bağa yarpağında saçaqlı kök sistemi. Tamam. Yarpaq damarlaması necə olacaq? İki ləpərlərdə torvarı olur. Bir ləpərlərdə isə paralel və yaxud da göğüsvarı. Tamam. Bəs istisna olaraq. Bağa yarpağında torvarı, göğüsvarı deyil, qara gözündə torvarı. Tamam. Çiçək elementlərinin sayı nə qədər olur? İki İkiləpənlərdə. ləpərlərdə 4-5. 6 ola bilmir. 4-5. 6 da olar, iki cinsli çiçək olarsa. Tamam. Sən mənə de, toxumda olan ləpə yarpaqlarının sayı bəs necə olacaq? İki ləpərlərdə 2 dənə, bir ləpərlərdə bir dənə ad. Çılpaq toxumlarda neçədən neçəyə deyirdik biz olur? 2'den 15'e. Bəs şamda nə qədər idi? 6. Tamam. Örtü toxumların növ sayı nə qədər idi? 300 bine yakın. Hansı nümayəndələr var? Nə şəkildə nümayəndələr olurdu? Ölçü toxumların Bəli. iki ləpəli və bir ləpəlilər olmağı. Yox, ağac şəklində olur, ot şəklində Ot olur. da var, ot da var, kol da var. Bəs çılpaq toxumlarda nə deyirdik? Onlarda çoxsu ağac idi, kol yox idi. Ot da var idi, amma kol yox idi. Kol var idi, amma ot yox idi. Hə, bəli. Tamam. Bunlarda iki dəfə nə əmələ gəlmiş olacaq? İlk dəfə bunlarda çiçək əmələ gəlib, meyvə əmələ gəlib. Sonra yumurtalıq əmələ gəlib, Tamam. yumurta meyvə əmələ gəlib. Sonra Yumurtalığın əmələ gəlməsi nə kimi dəyişiklik yaratdı artıq? artıq orada yumurtacıq çılpaq formada yerləşmirdi də. Yəni çılpaq Çünki toxumlarda bu səbəbdən deyirdik də çılpaqdır. Çünki yumurtalıq yox idi, meyvə əmələ gəlmirdi. Tamam. Aydındır. Yumurtacıqdan nə əmələ gələcək? yumurtacıqdan toxum, yumurtalıqdan meyvə. Tamam. Bunlarda endospermin xromosom dəsti necədir? Haploiddir. Trip. İki. Bəs çılpaq toxumlarda necə deyirdik? Haploiddir. Aha. İlk dəfə bunlarda tozlanma ilə bağlı nə əmələ gəldi? Necə tozlanma idi? Dəfə həşəratla çarpaz tozlanma əmələ gəlmiş Aha və və öz-özünə tozlanma. tamam. Siz mənə deyin nəyi? Ee, Xat çiçəklər fəsilləsi. Meyvə tipi necə idi? Buynuz meyvə, buynuzluq meyvə, bəzən fındıq meyvə, Tamam. fındıqçıq meyvə. Çiçək qrupu. Hansı çiçək qrupu olacaq? Sadə salxım. Tamam. Nə rəngdə olurdu çiçəklər əsasən? Sarı və yaxud da ağ rəngdə. Tamam. Aydındır. Buynuz meyvənin paxla meyvədən fərqi nə idi? Buynuz meyvədə ara kəsmə var idi Və və tacır adlandırılırdı. arakəsmənin üzərində toxumlar yerləşirdi, amma paxla meyvədə həmin o tayflardan yerləşirdi. Tamam. Aydındır. Hansı nümayəndələri var? Çiçəklərin Bəli. mədəni nümayəndələrinə aiddir. Ağbaş kələm, gül kələm, Kalarobi kələmi, Brüssel kələmi, Vəzəri, turp. Yaban nümayəndələrinə aiddir. Yabanı ağ turp, yabanı kələm, çox xardallı, kuşaqbəyi, Tamam. quduzu turp, Kələm, arıqlı. tamam. Kələm Avturpun vətəni hara olacaq? Kələm ağ turp, Mərkəzi Amerika, yox, Aralıq dənizi, Tamam. Qırmızı turpun vətəni haradır? Şərqi Asiya. Şərqi Asiya. Qırmızı rəngdə nə, demək olar ki, nə görsən, hamısını Şərqi Asiya deyə bilərsən. Çay filan hamısı ora aiddir. Çay da zaten dəmləyirsən nə olur? Qırmızı rəngi alır da, belə deyək. Yəni indi bir yaratmaq da lazımdır beyində bir şeylər. Düzüb qoşmaq lazımdır yadda qalması üçün. Hər şey imenli gərək düz olmaq məcburiyyətində deyil. Özümüz də bir şeylər qoşmaq məcburiyyətindəyik. Çiçək formulu necə olacaq bunların? K, K4, L4, C4 plus 2 D1.
Tamam. Y4 plus 2 D1. Tamam. Sən deyəsən təzə şeydən oxuyursan, kitabdan. Yox, köhnə güvəndən. Bir də Steam PDF-lərdə. Tamam. Sən mənə de, bunlarda erkəkliklər 6 ədəd idi. Hansı vəziyyətdə olacaq? Neçəsi uzun, neçəsi qısa? 4-ü uzun, daxildə yerləşir. İkisi isə xaricdə qısa. Tamam. Dişiciyi nə qədər idi dedik? Bir də Bir dənə. Tamam. Aydındır. Siz mənə deyin, nəyi? Paxlanlar fəsiləsində meyvələri, meyvə tipi nə idi? paxla meyvə. Tamam. Bunlarda çiçək düsturu necə olacaq? Yenə K5, L3+2, Y9+1, D1. Bunların köklərində hansı bakteriyalar olacaq? Yumuşaq bakteriyalar. Tamam. Sərbəst olan eee, ləçək sayı neçə olar? Bir dənə böyük ləçək sərbəstlik yelkən, 2 dənə də avar. Hə, yəni neçə oldu? Sərbəst ləçəklərin sayı neçə oldu? Xədicə. Ha, bir dəqiqə. Tamam. Aydındır. Eee, üzr istəyirəm, bircə saniyə. Ha, deməli 3 dənə oldu da ümumilikdə. Və Tamam, bitişik ləçəklər və sansılar idi. 2 dənə qayıqcıq. Ha, sərbəst cüt olan neçə dənə ləçəyimiz var? Bir cüt. Ha, 2 dənə. Tamam. Aydındır. Nümayəndələr kimdir burada? Paxlallarda Bəli. noxud, mərci, soya, yoncalar növləri, Tamam. lərgə, fındığı və s. Aydındır. Bu 10 erkəkciyin bəs vəziyyəti hansı formada olacaq? Neçəsi bitişik, neçəsi sərbəst? Bitişik olacaq, biri sərbəst. Tozluq, erkəkciklər hansı hissədən birləşmiş olacaq? Saplaqları ilə. Tozluq sapaqları ilə bir-birinə bitişik olacaqdır. Tamam. Aydındır. Sən mənə de, burada dərman bitkiləri kimlər yazacaq? Paxlanların dərmanı. Hə, nə oldu? Neydi? Birinci dildə də. Dəvətikanı, Hə, dəvə tikanlı. biyan. Yağla zəngin olanlar hansılar idi? Buradayıq, xəlcə. Biyan. Biyan Səsim gəlir sizə. bayaq gəlmirdi, indi gəldi. Tamam. Yağla zəngin olanlar hansılar idi? Hansı nümayəndələr idi? Soya ilə yer fındığı. Tamam. Aydındır. Yem üçün istifadə olunan nümayəndələr hansılardır? Ee, acı paxla, yonca, qara yonca. Tamam. Sən mənə de görüm, noxud, mərci, yonca, bunların vətəni hara olacaq? Aralıq dəniz. Ay, sağ ol. Türklər bütün günü nə yeyir? Kuru fasulye. Dairə Türkiyə ilə nədir?
Yazıqlar, bədbəxtlar bir təhər olublar da. Tamam. Badımcan çiçəklər fəsiləsi. Çiçək düsturu necə olacaq? K5, L5, Y5, D1. Tamam. Bunlarda meyvə tipi necə olacaq? Gillə meyvə və qutucuq meyvə. Tamam. Yarpaqları hansı quruluşda olacaqlar? Çiçək qrupu deyirsiniz Yarpaq. yoxsa? Yarpaqları mürəkkəb də var, üçər də var, sadə də var. Tamam. Nümayəndələr kim idi bunların? Mədəni nümayəndələri pomidor, kartof, badımcan, biber, e, yaban nümayəndələri, batbat, dəlibəng, tütün, tənbəki, xanım otu. Tamam. De görün badımcan çiçəklərdə yarpaq aslığı varmı? Xeyir yoxdur. Bəs yarpaq aslığı hansı fəsildə olacaq? Çoxsunda var idi. Əsas da gül çiçəklərdə Elə bir cüt yarpaq. əsas elə gül çiçəklərdə deyirik. Erkəkliklərin hansı hissələri birləşib və nə ilə birləşib? E, Birləşib bora əmələ gətirirlər dişiciyin üstüncuğun ətrafında. Dəqiq fikirləşək. Parayla birləşir, onu demək lazımdır. Erkəkliklərin saplaqları ləçəklərlə bitişmiş olacaqdır. Taz ləçəkləri isə aşağıdan bitişərək taz borusunu əmələ gətirəcəkdir. Tamam. Pomidor, kartof, biber bunların vətəni hara olacaq? Cənubi Amerika, Bəs badımcanın vətəni? Cənubi Asiya, Hindistan. Tamam, aydındır. Aydındır. Bunların ləçəkləri bitişikdir yoxsa sərbəst? Bitişik. Bəs erkəkliyi? Onlar da bitişik. Hı -hı. Bəs kəsə yarpağı? Onlar da bitişik. Bəli, onlar da bitişik. Texniki bitkilər hansılar idi bunlardan? Tütün, tənbəki. Tamam. Ee, Biz kartofun hansı hissəsini yeyirdik? Kartofon gövdə yumrusu. Bu onun meyvəsidir yoxsa? Gövdə yumrusu yox, şəkil dəyişməz. Ay, tamam. Bunu qarışdırırdıq yadındadırsa əgər. Tamam. Deməli bunun öz meyvəsi nədir? Gilə meyvədir və zəhərlidir. Yemək olmaz. Yalan zəhər. Tamam. Aydındır. Quş üzümünün meyvəsi necə olacaq? Üzümün Ha. qutucuq meyvə. Gilə meyvə. Və hansıdır qutucuq? C, nədir? Xədicə. Və Hərrayıb fırlayıb mənim soruşacağım şeyləri sən məndən soruşursun. Hə? qutucuğa petuniya deyə bilərəm. Hə. Deməli, Xədicə, materialı deyəsən yaxşı oxumamışıq, amma eyb yox, olsun. Nəzərə alsaq ki, bu bitki adları çoxdur burada. Adam, yəni qınamıram, qarışdırır. Ola bilər yəni. Sən mənə bir dənə denən görüm, bunların zəhərli nümayəndələri kimdir? Batbat, dəlibəng, xanım otu, tütün, tənbəki. Bu atropin maddəsin hansı bitkilərdə görəcəyik? Dəlibəngdə, bir də Qafqaz xanım otunda. Bəs tiosiamin və atropin maddəsinin eyni anda Dəlibəngdə.
Bir də bat-batda. Tütünlə tənbəklikdə nikotin. Tamam, aydındır. Aydındır. Belə. Mürəkkəb çiçəklər fəsiləsi. Çiçək düsturu. K0, E5, Y5, D1. Tamam. Aydındır. Neçə cür çiçək görəcəyik bunlardan? Qor şəkilli var, dilcik şəkilli var, qıf şəkilli var, həqiqi dilcik şəkilli var. Deməli, bunların belə deyək, çiçək qrupu hansı çiçək qrupu olacaq? Səbət. Səbət çiçək qrupu. Aydındır. Nümayəndələri kimlərdir? Günəbaxan, çoban yastığı, Astra, Georgin, dəvə-dabanı, andız və s. Tamam. Sən mənə denən görüm. Göy çiçəkdə, qış şəkilli çiçəklərdə çiçək düsturu necə olar? E0, D0-dan bitəcək. Aha, tamam. Əla. Ümumilikdə belə deyək. Zəncir otunda olan çiçəklər hansı şəkildə olacaq? Zəncir otunda hamısı həqiqi dilcik şəkilliyə, erkəkli də var, dişicik də. Bəs eşək qanqalında? Onda da həmçinin hamısı boru şəkillidir. Tamam. Bəs göy çiçəyin hansı çiçəkləri idi ki, həqiqi idi? Boru şəkilli çiçəklər. Günə baxanda bə. Orada da boru şəkilli var idi. Onunla yanaşı yalançı dilcik şəkilli var. Aydındır. Tamam. Aydındır. Xədicə. Sən mənə denən nəyi? Bunlardan nə olmayacaq mürəkkəb çiçəklərlə deyirik? Kasacı. Onun yerində nə əmələ gəlib? Tükçüklər və pərdəciklər. Sağ ol. Tamam. Aydındır. Günə baxan vətəni haradır? Mərkəzi Amerika. Aydındır. Deməli, bunlarda mürəkkəb çiçəklərdə biz neçə cür düstur görəcəyik, çiçək düsturu? 2 cür. Ya erkəkci dişici də olmayacaq, ya da olacaq. Tamam, aydındır. Aydındır. Gül çiçəklər fəsiləsi. Çiçək düsturu. K5, L5, Y sonsuz D1, K5, L5, Y sonsuz D sonsuz. Sən mənə denən görüm. Bunlara nümayəndə olaraq kimləri deyə bilərik? Mədən nümayəndələrinə əksər meyvə bitkiləri aiddir. Yaban nümayəndələrinə isə meşə gilası, meşə çiyələyi, moruq, böyürtkən, itburnu, İtburnunda yarpaqlar necə düzülür? təklələk vardır, Tamam. qarşıdaş. Aha. Yarpaqları ümumiyyətlə necə olur bunların? Xırda olur, oval formasında olur, say olaraq da 5-7-dədir. Tamam. Bəs belə deyək. Düzülüşünə görə, quruluşuna görə bəs necə olur ümumilikdə? Bir saplağın üzərində düzülür. Məsəl üçün sadə yarpaqdır, yoxsa mürəkkəb, üçər mürəkkəbdir, yoxsa üçər mürəkkəb deyə bilərik bunlarda kimdəsə. Çiyələkdə deyərik mən, moruqda, böyürtkəndə. Sağ ol. Tamam. Bunlardan hansı çiçək qruplarını görə bilərəm? Sadə salxım, sadə çətir, qalxan, təkdir. Tamam, aydındır. İtburnun meyvəsi necə adlanacaq? Hədicə, Ya, dərsiniz getdi mənim. İtburnunun meyvəsi. Yalançı meyvədir, fındıqça meyvədir. Bəs albalıda? Albalıda, albalı gilə meyvədir. Yox. Albalı. İçindən yeyəndə nə çıxır?
Sərdək. Albalı da çərdəkdən deyəcəkdim. Yeyəndə elə qəşəng yeyirsən, amma bilmirsən belə. Yeyirsən doğrudan, yoxsa elə belə? Yox, yeyirəm. Yox, yeyirəm. Hə, tamam. Aydındır. Albalı üçün çiçək düsturun desək necə deyərik? E, Y sonsuz D1. Tamam. Mən indi deyəcək müəllim də bir albalı yemişəm, onu burnumdan gətirəcək. Tamam. Et burnunda bəs çiçək düsturu necə var? K5 L5 Y sonsuz D sonsuz. Bəs qaytarmada? K4 L4 Y sonsuz D sonsuz. Tamam. Dərman bitkiləri hansılardır bunlar? İt burnu qaytarma. Tamam. Neçə yarpaqcıq yerləşmiş olar it burnuda, saplaq üzərində? 5-7. Tərkibincə meyvəsi nə ilə zəngindir? Hansı vitaminlə? D vitamini. C vitamini ilə. Mədəni forması nə adlanır? Qızılgül. Aydındır. Yaxşı Xədicə, səndən bu qədər. Canını qurtardım bir təhər. Amma baxmayaraq ki, mövzu bu qədər geniş idi, həm qarışıq idi, həm əzbər hissə çox idi. Yenə də yaxşı idin, pis deyildin. Hə, o işarət barmağındakı qətiyyən yerə qoyma, qəti. Get-gedə də uzadırsan. Birində çaşıb gözü vəzədivə vurassan. Tamam. Təşəkkürlər. Sağ olun. Hə, Dəniz. Bizə dəqiqə, mən kaydı mən bir dənə dayandırım. Bizdə saniyə üzr istəyirəm.